Tarkan bir tane klipi var ya, Amerika'da çektirib ve o da benim gibi gözü kara belli. Böyle uzanır eləyir böyle. Bax bura həmən yerdir. Bir dənə zəhmət olmasa yaxından göstərin. Koroğlu Rezidensi'nin binasında mansardı və 17-ci mərtəbəni. 2 mərtəbəli dubleks mənzili satırıq. 400 kvadrat təkcə teraslarıdır. Bax bu gördüyünüz teraslarıdır. Buradan yaxından bir dənə zəhmət olmasa götürək. Terasın bir dənə böyüklüyünə. Arka tərəfdə o Koroğlu metrosunun o şeyi var, gölü var. O görsənir. Asan xidmət. Koroğlu'dakı asan xidmət. Bu da Heydər Əliyev prospekti. Bu da Heydər Əliyev prospekti. Bir dənə zəhmət olmasa çəkək yaxından. Bu binada, bu mərtəbədə 2 qonşu var. Biri odur o hasarın arxası, o da ayrıb. O terasını artıq terası qatıb evin içərisinə. Profillərdən terası qatıb evin içərisinə. Siz də eləyə bilərsiniz. Bax belə böyük bir dənə terası var. Oradan Koroğlu metrosunun yanındakı göl var, onu görürsünüz. Demək olar ki, şəhərin bütün panoraması, mənzərəsi hamısı görsənir bax buradan. Yəni bu evə sahib olan adam toplamda 700 kvadratdır. Bu evə sahib olan adam bütün bu panoramaya, bütün bu mənzərəyə sahibdir. Keçək evin içərisinə. Qeyd edirəm ki, bu mərtəbəyə qədər lift qalxır, yəni onu biləsiniz. Bu mərtəbəyə qədər lift qalxır, tavan hündürlüyü 4.60. Buradan davam eləyək. Əsas giriş qapısı orada yerləşir. Orada bir otaq var. Burada bütün otaqların da terasa çıxışları var və mənzərəni görür. Bu mərtəbədə deməli 1, 2, 3, 4 otaq var. 4-5 otaq var. 5 otaq buradadır. Bu ümumi sanitar qovşağı. Bu otağın da içərisindən arxa tərəfə mənzərə açılır. Göllər tərəfə açılır. Mənzilin qabaq tərəfi panoraması Heydər Əliyev prospektidir. Bu tərəf isə göllərə baxan tərəfidir. Deməli burada qeyd elədik 5 otaq sanitar qovşağı. İndi qalxırıq ikinci mərtəbəyə. Qeyd elədiyim kimi dubleks mənzildir bu. Buna penthouse deyirlər. Bizdə mansardı, çox adam deyir ki, həm mansarddır, belədir, tudadır, sudadır. Amma bura penthousedur. Xarici ölkələrdə belə mənzillərə adi mənzillərdən daha çox önəm kəsb eləyir. Bu mərtəbədə isə bir dənə belə böyük otaq var və buradan çıxışda mansardda yenə də o gözəl görüntünü sizə təqdim edirəm. Ümumilikdə 700 kvadratdır. Çox gözəl bir təklifdir. Qiymət 700 min manatdır. Hazırda kvadratı 1000 manata mənzil yoxdur. Mən sizə Heydər Əliyev prospektinin üstündə, asan xidmətin yanında Koroğlu Rezidensi'də bu təklifi eləyirəm 700 min manata. Kimə maraqlı olsa buyursun, əlaqə saxlasın. Suallarınız varsa yazmağı unutmayın və kommentlərdə fikrinizi bildirməyi unutmayın. Baxın, yaxınlıqda uşaq oyun yerləri gördüyünüz kimi futbol, voleybol, basketbol, bütün kompleksin daxilində hamısı var. 24 saat mühafizə olunur. Yaxınlıqda məktəb var. Binanın qarşısında Mercedesin salonu servisi var. Və sol tərəfimiz Dərnəcül yolu, Ziyad Bunyadov. Sağ tərəfimiz Moskovski, Heydər Əliyev prospekti. Belə metroya da ki, mən sizə buradan qeyd edeyim. Baxın, buradan o binanın arxası Koroğlu metrosudur. Yəni piyada getsəz 5-6 dəqiqə Koroğlu metrosunun yanındasınız. Öz fikirlərinizi bildirməyi unutmayın bu ev haqqında. Bax, bu mənzilin əsas giriş qapısıdır. Hər mərtəbəyə sakit Sigma liftlər qalxır. 3 dənə sürətli lift qalxır. Üzr istəyirəm. Sigma yox, Koni. Liftin adı Konidir. Bu da deməli yanğın çıxışı. Bu da belə bir mənzərəsi. İndi binanı da ümumi sizə göstərim. Elə binanın girişini də göstərim. Gedək mən sizə binanı da göstərim. Bu isə binanın əsas girişi. Bu isə binanın ümumi görüntüsü. Və həyətində xüsusi mühafizə olunur. Maşınlar üçün parking yerləri ancaq buradakı sakinlər üçün nəzərdə tutulur. Və əziz dostlar, hamınızdan xahişim, kanalıma dəstək olun. Video haqqında fikirlərinizi bildirməyi unutmayın. Hələlik.